الحمد لله نحمده لا لأننا بلغنا بل لأننا ما زلنا في الطريق، ونستغفره لا لأننا بلا ذنب بل لأن الذنب صار عادة، والعادة صارت هادية في القلوب. ونشهد أن لا إله إلا الله نقولها سريعا ونمشي إليه ببطء، ونشهد أن محمدًا عبده ورسوله دلنا على أقصر الطريق فآثرنا الالtifaf. Aziz, değerli Müslümanlar, ilk önce hamd edirik Allah Teala'ya, Rabbimize. Hamd edirik ona göre ki yok ki çatmışıq ona. Ona göre ki hələ də yoldayıq. Bağışlanma dilirik. Ona göre yok ki günahımız yoktur. Əksinə, günah adətə çevrilib. Adət isə qəlblərdə sakitliyi tapıb. Şəhadət edirik, Allah'tan başqa ibadətə layiq haqq məbud olmadığına. Tez-tez deyirik, sürətlə deyirik, lakin ona doğru yavaş gedirik. Şəhadət edirik, Muhammedin onun qulu və elçisi olduğuna. Bizə ən qısa yolu göstərib, lakin biz əyri yolu seçmişik. Və sonra Allah'tan qorxmağı tövsiyə edirəm. Qorxun Allah'tan və bilin ki, təqva, Allah qorxusu heç də sadəcə kəlmə deyil, söz deyil. Allah qorxusu tək olduğunda qəlbin titrəməsidir. Təqva cəsədin, qəlbinin cəsədindən, bədənindən əvvəl qorxmasıdır. Halbuki qorxuruq insanlardan, bəzənirik, bəzədirik, lakin Allah'tan qorxmuruq, asiliyə üstünlük veririk, asiliyi seçirik. Qorxuruq örtümüzün məxluqun önündə açılmasından, lakin qorxmuruq gizlimizin, sirlərin açılacağı gün üzə çıxmasından. Ələ ya'ləmu mən xalaq və huvəl-latiful xabir. Məgər xəlq edən bilmir, o lətifdir, xəbərdardır. Asili edirik, lakin əminik. Elə hesab edirik ki, təhlükəsizdəyik. Halbuki səmadan bir mələk nazil olsa, üzümüzün rəngi dəyişər. Nə qəribədir o qövm ki, tələsir dünyaya doğru. Lakin Allah'a doğru yavaşlayır. Ləngdir. Ruzinin yolunu tanıyır. Bilir, lakin qəlbin yolundan cahildir. Ya'ləmunə zahirən minəl həyətid dünya və hum anil əxirəti hum qafilun. Onlar dünya həyatının zahirini bilirlər. Yəni görünən tərəfini. Ahirətdən isə büsbütün qafildilər. Biz bilirik necə ticarət edək. Bilirik ticarətin fikrini, əhkamını, lakin necə ibadət etməyi bilmirik. Bilmirik ibadətin əhkamlarını. Bacarırıq hesab etməyə qazancımızı, lakin ömrün hesabında səhlənkarıq. Qaçırıq dünyaya doğru. Allah'a doğruysa sonra deyib gedikirik. Yolu inkar eləmirik, xeyr. Lakin bu yolda addımlamağı sonraya saxlamışıq. Sayırıq malımızı, mülkümüzü dəqiqliklə, lakin mənasız hədər etdiyimiz saatları saymırıq. Əksinə qorxuruq məsləhətimizin dayanmasından, əldən çıxmasından, qorxmuruq qəlbimizin dayanmasından.
qəlbimizin əldən çıxmasından. Elə hesab edirik ki, təhlükə xəstəlikdədir. Həqiqətdə təhlükə uzaq olduğun halda əmin olmağındadır. Özünü təhlükəsizlikdə hesab etməyindədir. Lakin ölüm əcəl qapı döymür. İcazə istəmir. Gözləmir ki, qurduğumuz tərtib başa çatsın. Əksinə bəzən biz sağlam ikən gəlir və bəzən də biz tövbəni gecikdirəndə, sonra Rəbbimiz öz kəlamı ilə yenə xatırlama edir bizə. Sarsıldır bizi. يَعْلَمُونَ ظَاهِرًا مِنَ الْحَيَاةِ الدُّنْيَا وَهُمْ عَنِ الْآخِرَةِ هُمْ غَافِلُونَ. Dünyadan ancaq zahirini bilirlər, görünən tərəfini. Ahirətdən isə onlar qafildilər. Sanki bu xitab dünən onlara deyilməyib, bizə deyilir bugün. Çünki biz cənnəti çox zəif istəyirik. Çox zəif hərisi cənnətə, bundan da daha zəif cəhənnəmdən qaçırıq. Sonra Peyğəmbərimizin sözü ildırım kimi bizə dəysə də, Əl-keyyisu mən dənə nəfsəhu və amilə limə bə'dəl məvud. Ağıl sahibi, ağıllı o kəsdir ki, nəfsinə qaydar, ölümdən sonrası üçün əməl edər. İnsanları kiçik xətalarına görə hesaba çəkirik. Özümüzün böyük günahlarını özümüzə bağışlayırıq. Qorxuruq sağlamlığı itirməkdən, lakin qəlbi itirməkdən qorxmuruq. Müsibət ağrı çəkməkdə deyil. Müsibət sağ ikən qafil olmaqdadır. Sonra Allah Taala səni sındırır biraz ki, tərbiyə etsin. Zəiflədir ki, qəlbin güclənsin. Neysə səndən alır ki, səni tam özünə qaytarsın. Ona görə təhlükə asi olmaqda deyil, təhlükə qorxmadan uzaqlaşmaqdadır ondan. Təhlükə qafil olmaqda deyil, təhlükə qəfləti sevməkdədir. Biz Allaha doğru getmirik, biz ona doğru sürünürük. Halbuki dünyanın ünvanını bilirik, tanıyırıq, lakin səmanın yolundan azmışıq. Dinar, dirhəmimizi dəqiqliklə saymağı bacarırıq, lakin ömrün hesabını unutmuşuq. İqtarabə linnəsi hisabuhum və hum fi qaflətin mu'ridun. İnsanlara haqq hesab verəcəyi gün yaxınlaşıb, onlar isə qəflət içərisində üz çevirməkdədir. Təhlükə asilikdə deyil, bəli. Təhlükə asiliyi adət etməkdədir. Təhlükə yıxılmaqda deyil. Yıxılmağı təhlükə hesab eləmə. Təhlükə yıxılmağı təbii görüb yıxıldığın yerdə qalmaqdadır. Ona görə bacarırıq xətalarımıza bəraət qazanmağı, lakin xətalarımızı etiraf etməkdən acizik, bacarmırıq. İstəyirik eyiblərimiz örtülsün, lakin bizi rüsva edən işlərdə davam edirik. İstəyirik günahlarımız bağışlansın, eyiblərimiz açılmasın, lakin günahı tərk etmirik. Qorxuruq ruzumuzun kəsilməsindən, lakin Allahla bağlılığımızın, bağlarımızın qopmasından, qırılmasından qorxmuruq. Dünyanı itirməkdən qorxuruq. Allaha yaxınlığı itirməkdən qorxmuruq. Ona görə qorxmuram sənin üçün ölümdən, onun ağır acısından. Qorxuram ki, qəflətdə yaşayasan, ayılmayasan. Cəbir radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə eşitdim ki, deyirdi ki, yub'asu kullu abdin ala ma mata aleyh. Hər bir qul necə ölüb, elə də dirildiləcək. Ona görə də qoruyun İslamı, bu dini, bu imanı. Yaşayın, bu dini yaşadın, sağlam ikən.
salamat ikən ki, öləndə onun üzərində öləsiniz. Çünki səxavətlinin, Rəbbimizin adətindən belə təqdir edib ki, kim necə yaşayırsa elə də ölür. Və kim necə ölürsə, o cürdə qalxacaq. Allaha sığınırıq bunun əksindən. Allahım, sənə sığınıram etdiyimiz əməllərdən, günahlardan, asilikdən. Əgər sənə doğru gedikmək varsa, bu bizim qəlbimizin sərtliyindən. Sənə doğru ləngiysək, bu bizim aldandırmağımızdandır. Allahım, bizim sənə doğru olan addımlarımızı, dünyaya olan addımlarımızdan daha sürətli et. Qəlblərimizi cəsədlərimizdən qabaq, cəsədlərimiz sənə daşınmazdan əvvəl özünə doğru qəlblərimizi müsafir et. Ruhumuzu, tövbəmizi gecikdirdiğimiz zaman alma. Bizə tövbə nəsib et. Bizi hələ fürsət varkən qəflətdən ayılt. Qəlblərimizi dirilt. Bizi qafillərdən eləmə. Məkrindən əmin olanlardan eləmə. Sən hər şeyə qadirsən. Allahım, İslamı izzətli et. Müsəlmanları izzətli et, onlara kömək ol. Bizim və müsəlmanların xəstələrinə şəfa ver. Başımıza gələni bizim üçün cəza yox, yüksəliş və rəhmət et. Allahım, bəla gələndə bizə səbir ver. Rifah halında bizi şükr edən məndələrindən et. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qoru. Bizi öz başımıza tərk eləmə. Özümüzə həvalə etmə. Qəlbimizi hidayət etdikdən sonra azdırma. Öz rəhmətindən bizi əhatə et. Əqulu mə təsməun və əstəğfirullah li və ləkum və lisəiril muslimin min kulli zəm. Fəstəğfiruhu innəhu ğafur rahim. Elhamdülillahi Rabbil ələmin. Vəssalatu vəssalamu alə əşrafil ənbiyayı vəl mursalin. Nəbiyina Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, innallaha ya'muru bil adli vel ihsani ve ita'i zil qurba ve yenha anil fahşai vel munkari vel baghi. Ya'idukum la'allakum tezekkerun ve aqimus salat.